Azərbaycan relyefi güvən test toplusundan A qrup test tapşırıqlarına baxırıq. Birinci sualı deyir, hündürlüyü 4000 metrdən çox olan zirvələri müəyyən edin. Qamışda hansı silsilədə yerləşirdi və hündürlüyü nə qədər idi? Murovdağ idi də. Ayson, nə qədərdir hündürlüyü? 3724. Aha, düzdür. Dəli Dağ bəs hansı silsilədə yerləşirdi? Dəli Dağ Qarabağ vulkanik yayğası idi də desin. Aha, 3610. aha, düzdür. 3616 metr. Bəs Qapıcıq hansı silsilədə idi? Qapısı 3904 metrdə. Zəngəzur sıra. Ay, sağ ol. İndi sənə deyir ki, 400 metrdən çox olan zirvələr. Demək bunların heç birisi 400 metrdən yüksək deyil. Sən Bəli, bilirsən ki, 400 metrdən çox olan zirvələr əsasən Böyük Qafqazda olur. Ona görə də nə edəcəksən? Kiçik Qafqazda olanlara sırası çıxacaqsan. Heç məsələn bəli. bunların hündürlüyünün hamısını əzbər bilməyə ehtiyac yoxdur. Mhm. Demək A bəndə olmaz. Daha Bəli, sonra B bəndə məsələn Biçənek aşırımı harda yerləşirdi? Kiçik Qafqazda yerləşmirdi. bəli. Aha, məsələn, Bazar düzdür 4466 metr, Tufanda düzdür 4191 metr. Amma biçənək aşırımı harda yerləşir demişdik? Hansı silsilədədir biçənək aşırımı? Yaşımı Hı. Biçənək aşırımı demişdik hansı silsilə deyil? Dərəlyaz idi, o Zəngəzur silsiləsi idi. Zəngəzur, Cəzur idi deməli. bəli, Zəngəzurda yerləşirdi, düzdür. Bax burada da görürsən adını, biçənək aşırımı. Hı, Demək bu yanlışdır. Biçənək çünki 2346 metrdə olmaz. C bəli. bəndində Salavat aşırımı. Olmaz deməli. Bəli, 4000 Salavat aşırımı olmaz. Düzdür. D bəndə Çingiz Mustafayev olar. Raqam var. olacaq. Hı, Yarı dağda olacaq. Düzdür. Bunların hündürlüyü 4000 metrdən yüksəkdə yerləşir. şeydir, bəli. Doğru. Cavabımız olacaq D bəndi. Bəli. Aha. E bəndi məsələn Qaraburqa 3471 metrdə olmaz. Yanlışdır. İkinci sualı sən tap görüm. Deyir xəttə sxemə əsasən Murovdağ, Zəngəzur, Qarabağ hissəsinin yerləşdiyi əraziləri müəyyən edin. Zəngəzur birdir. Zəngəzur deyirsən ki, birdir. Ay sağ ol. Ən zirvəsi Zəngəzurun ən zirvəsi Qabıcıq idi. Bıcıq idi, bəli. 3904 metr. Aha, daha sonra Murovdağ, Qarabağ silsiləsi hansıdır? Murovdağ 2-dir. Aha, ən zirvəsi Camışdağ, aha 3724. bəli. Daha sonra Qarabağda 3 aiddir. Qarabağda da 3'dür. Bəs Qarabağın da zirvəsi hansı idi? Qarabağın Dəli Dağ idi mənim. Hə, nə qədər hündürlüyü? 3616. Ayşə, bax bu görsən təkrarlananlardır çox dağlar. O Hı, dağları demişəm də, yəni imtahana yaxın əzbərləyərsən. bəli. Altdan 5-ə xəttləyirsən, imtahana yaxın əzbərsən. Demək cavabımız 2, 1, 3 1, 3. 2-də cavabımız D bəndidir. var. Bəli. Murovdağ sıra dağlarına aid deyil. Hansı dağ Murovdağ sıra dağlarına aid deyil? Ee, Kəpəzdir mənim. Deyirsən ki, Kəpəz. Axı Kəpəz aiddir. Kəpəz aiddir, bəli. Niyə Böyük, Böyük Kirsi demədin? Böyük Kirsi bilirsən ki, bəli, Qarabağ sıra dağlarının ən zirvəsi idi. bəli. 2725 metr. Evəndi. Dördə baxaq. Respublikamızda abroziyan düzənliklərin yayıldığı ərazi. Abroziyan düzənliklər necə düzənliklərdir? Hansı ərazilərdə olur əsasən? Abrazion düzənlilər Halk. çayların, göllərin olduğu Aha. ərazilərdə deyəsən. Yəni ki, Xəzər dənizinin sahilində yerləşən Hı hı, ərazilərdə olur da daha çox. bəli. İndi sən Xəzər sahilində yerləşən düzənlikləri seç görün burada. Amur təvəssü balığı, bir də Lənkəran balığı. Ayşə, cavabımız 4-də B bəndə. Gəldik digər sualımıza baxaq. Şahnabad dərəsi hansı silsilədə yerləşir? Şahnabad, Niyaldağ mı? Yox, Baş Qafqaz. Başqa. O bilmirsənsə onu qeyd elə. Şahnabad dərəsi Baş Qafqaz silsiləsində yerləşir. Səhv etmirəmsə kitabda yoxdur o haqda məlumat. Hı. Xəritə sxeması sən Şahdağ silsiləsini müəyyən edin. Silsilə deyir, Şahdağ zirvəsi demir. Biz 3 mənə Bəli, cavabımız 6-da C D variantı. var. 7. Xəritə sxeması sən Şərqi Göyçə silsiləsini müəyyən edin. 4 D variantı.
Yox, yox. 2-dir 2. Hı hı. Bax, burada bizim görsən silsilələrimiz göstərilib də. O şərqi Göyçə bu hissədədir. Hadi bax bura düş. Sonra gəldik 8-ə. Dağ silsilələrinin mütləq hündürün azalma sırası. Azalma sırası deyirsə, əksinə Çoxdan. gedəsən də, çoxdan azad Bəli. olub gedəsən. Bəli. Ən hündür sən bilirsən ki, həmişə Baş Qafqazdır. Hı hı. Sonra Yan, Zəngəzur, Murovdağ, Baş Qafqaz, yan silsiləsi, e, Zəngəzur, Murovdağ. Cavabımız A bəndi, düzdür. Respublikamızda Rusiya ilə sərhəddə yerləşir. Hansı ərazilər yerləşir Rusiya ilə sərhəddə? Rusiyanın sərhəddə Baş Qafqaz, Sudur silsilələri, bir də Samur çayı. D Düzdür. variantı. Ay sağ ol. 10-cu sual. Respublikamızın cənubunda yerləşən dağ silsilələrini müəyyən edin. Brovar, Peştəsər, Talış. Düzdür. Cavabımız D bəndi. 11. Araz və Kür çayının sağ sahilində hansı düzənlik yerləşir? Mən sənə göstərmişdim də, bax. Kür çayımız bu çaydır da. Bax, bura Kür çayıdır. Bax bu. Bunun da bu hissəsi sağ idi, bu hissəsi də solu idi. Bu da Araz çayıdır. Düzdür. İndi Bəli. bunların sağında yerləşən hansıdır? Hər ikisinin sağında yerləşən. Burada hansı düz var idi? Mil idi müəllimə. Yox, mil bu tərəfdə idi axı. Muğan. Ay sağ ol. Bax, mil buraydı, Muğan Bəli. buraydı. Mil Emişli tərəf idi, Muğandakı Sarbat tərəf idi. Bəli. 12. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn düzənlikləri müəyyən edin. Aha, sənə soruşur ki, bax, məsələn üçün, bu ərazilər hansıdır? 1. Lənkəran ovalı ola bilər. Mən sənə deyim, sən hə yox de. Hı? Xeyr. Gəncə Qazax düzü ola bilər. Bəli. Ay sağ ol. Gəncə Qazax düzünün də arasında bilsən də Xuman düzü yerləşirdi. Sonra Bəli. qoyacağım nə verir? Qarayazı düzü verib səhvdir. Qarayazı düzü bilsən ki, burada yuxarıdaydı ondan. De burada, Bəli. Akstafa tərəfdə. Qarabağ düzü olmaz səhvdir. Çünki Qarabağ düzümüz hardaydı? Buradaydı. Bəli. Gəyən düzümüz də olmaz. Çünki Gəyən düzümüz də buradaydı. Gəyən, İncə, Hərəmi. Elə doğru cavabımız B bəndi uyğun gəlir də elə. 1. Gəncə Bəli. Qazax düzü. 2. Mil düzü. 3. Şirvan. 4 də Salyan düzü. Doğru mu? Doğrudurmu? Bəli. Gəldik 13-cü suala. Deyir Azərbaycanda okean səviyyəsindən yuxarıda yerləşən düzənliklər. Okean səviyyəsindən yuxarıda yerləşmək bilirsən nə deməkdir? Xəzər dənizi neçə metr idi dərinliyi? -27 metr. Ay sağ ol. Xəzər dənizi -27 metrdə. Okean Bəli. səviyyəsi bilirsən ki 0 metr olmalıdır. Əgər 0 metrdən aşağıdırsa okean səviyyəsindən aşağıda yerləşir. İndi səndən Bəli. də okean səviyyəsindən yuxarıda yerləşən istəyirsə, Xəzər dənizinin sahilində yerləşməyənləri seçəcəksən. Çünki Xəzər sahilində yerləşəndə okean səviyyəsindən aşağıda olmalıdır. Bəli. Xəzər sahilində hansı yerləşmirsə onu götür. Qarabağ, Gəncə, Qazax, bir də Hərəmi. Düzdür. Cavabımız B bəndi. Bax belə izah verirəm. Bunlar sənin yadında qalır. Yəni Bəli, müəllimə qalır. yaxşı. 14. Azərbaycan fiziki xəritəsində hansı düz daha fərqli rənglə göstərilir? Ee, Fərqli rənglə göstərilir demək istəyir. Bax burada məsəl üçün bizim düzənliklərimiz hansı fərqli rənglə göstərilir? Məsələn, Külaraz ovalında yerləşənlər görürsən, demək olar ki, hamısı eyni rəngdədir. Bax buradakılar. Bəli. Mil, Muğan. Məsələn, burada fərqli göstərilən hansıdır? Elə Gəncə, Qazax, Gəncə, Qazax da, hə. 14-cü cavabımız B variantı. Yan silsiləsinin ən uca zirvəsi hansı idi? Şahdağ. Nə qədər idi? 4243. Ay sağ ol. 16. Dərəliyəz və Murovdağ silsilələrinin müvafiq olaraq ən hündür zirvələri. Dərələyəz Kükü dağdır, Murovdağdakı Camışdağ. Düzdür. Şurada bir də nə qədər idi? Kükü dağ 3120. Aha. Murovdağ da 3724. bəli. Dərəliyazda həmçinin demişdik ki, yalnız Tiras dövrünün suxuları yalnız Dərəliyazda yayılmışdı. Sonra Bəli. gəldik 10. 16 cavabımız nə oldu? B variantı. 16 B variantı, bəli. 17. Kür çayının sol sahilində yerləşən düzənlikləri. Bunu bax tapmalısan. Mən öyrətmişdim sənə solda hansıydı, sağda hansıydı. Mil Muğandır mənim. Yox, aşağıda axı bunlar. Bax, Kür çayı bu deyil. Bəli. Bunun aşağısı onun sağıdır. Millə Muğan aşağıdadır axı. İndi sən yuxarıda olanı seçməlisən ki, sol olsun. Şirvandır, bir də Cənub-Şərqi Şirvan.
Aha, demək cavabımız nə olacaq? Şirvan və Cənub-Şərqi Şirvan. Çünki niyə? Bax, burada görsən bunun Bəli. işarəsini. Baba, görsənmi? Bu ondan yuxarıda qalır. Bu xəttdən yuxarıda qalır. Bəli. Diqqətli ol. Talış dağlarının ən uca zirvəsini müəyyən edin. Kömürgü ilə qız yurdu. Aysa Kömürçay 2493, Qızyurdu da 2433 metr idi. 19. Naxçıvanın alçaq dağlıq əraziləri, Qobustan üçün səciyyəvi olan relyef forması. E, Naxçıvan Yəni, bilirsən də, belə deyim də, quraq ərazilərdən biridir. Qobustan özü də quraq ərazidir. Quraq ərazidə nə olar? Alit Dendasyan. Ay, sağ ol. 20. Qarabağ silsiləsinin ən uca zirvəsi. Qarabağ, Dəli Dağ da mənim. Bəli, Qarabağ silsiləsinin ən hündür zirvəsidir də cavabımız nə olacaq? C variantı. Hmm. Demək, yox, Dəli dağ dedin. Bəli. Yox, Böyük Kirs deyil. Qarabağ vulkanik ailəsində Hə, Dəli deyil. onunla qatışmışam. Bəli. Hə. Vulkan. Bəli, deyəcəksən ki, Qarabağ silsiləsinin ən uca zirvəsi Böyük Kirs. Nə qədər idi? 2725 25. bəlkə. Aha, Azərbaycan fiziki xəritəsində hansı düz daha fərqli rənglə göstərilib? Bu düzlər tanıyırsan da Naxçıvanda yerləşən düzlər deyilmi? Bəli. Fədərək, Şərur, Gülüstan, Naxçıvan, Bəli. Ordubar, Yayçı, Böyükdüz. Bir dənə hansı qaldı burada təkcə yazıq? Bəli. Muğan. Demək Bəli. daha fərqli göstəriləcək. 22. Hansı düzənliyin mütləq yüksəkliyi daha çoxdur? Yəni Xəzər dənizinin aralıdadır. Canım. Qanlı Xəritay. Ay, sağ ol. Cavabımız 22-də B bəndi. 23. Acinohor, Ceyrançöl və Qobustan üçün səciyyəvi relyef formaları. Bunlar necə Ares, ərazilər idi? Ay, sağ ol, quraq idi. Aret, Dendasionon. Cavabımız 23-də D bəndi. 24. Xəzər dənizinin sahilində yerləşən düzənliklər. Samur Dəvəçi, 2. e, Lənkəran, Ay, sağ ol. Bir də bir də bax, burada hansı düz yazılır? Yaşmadda Yaşmış. bir də. Ay, sağ ol. 2, 3, 6 C bəndi. Bəli. Sonra gəldi 25-ə. Azərbaycan ərazisində sürüşmənin daha geniş yayıldığı ərazi. Sürüşmələr necə ərazidə olur demişdim daha çox. Dağlıq yoxsa düzənlik? Dağlıq. Aha, indi sənə ən hündür dağların yerləşdiyi ərazini seç görüm. Baş su ayrıcıdır, bir də yan Ay, sislə. sağ ol, düzdür. 26. Nöqtələrin yerinə yazılmalıdır. Qanıq-Ərçay vadisinin Küraraz ovalığının nə ilə ayrılır? Məsələn, Qanıq-Ərçay görsənmi? Burada adını görsən. Nohanla ayrılır mənim. Aha. Küraraz ovalığının burada nə var idi? Gör nə düzü var burada? Acınahur düzü yoxdur. Bəli. Deməli, cavabımız nə olacaq? D D bəndi. var. Bəli. 26D. 27. Kür və Araz çaylarının qovuşduqdan sonra sağ sahildə yerləşən düz. Bax, bunu bayaqlarım gördük də biz. Bunlar Muğan. neylədir? Burada qovuşdular. De, bax, bu hissədə. Sonra qovuşurlar. Burada nə qaldı bunların sağlarında? Muğan. Muğan düzü. Cavabımız 27-də E bəndi. 28-i tap görək. Murovdağın ən zirvəsi. Murovdağın ən hündür zirvəsi Yox, ən hündür zirvəsi verilməyib. Yəni zirvələrdən hansı var burada? Kəpəz aiddir. Mən Aysa Kəpəz var 3066 metr. Dəliyazın hansı zirvəsi var? da Aha, düzdür. Baş Qafqazda Baş Qafqaz, Librar Gibrar, 2205. Aha, Talışda da e, burada da qız yurdu. Aysa. Cavabımız 28-də C variantı. 29-a baxaq. Akkumulasiya nədir? Dendasiya nə dedik Elgün? Dendasiya, Sən bunda həmişə karıxırsan. Nədir akkumulasiya? Ovalıq. dağlıq, ovalıq Ovalıq. idi. Dendasiya da su yayılır. Yayılır. Hə, dağlıq ərazi, yaylalardır. Amma akkumulasiya belə yadına saxla da. Bax, A görsənmi yumrudur. Ovalıqdır da, Bəli. kiçik. D isə uzunluğa gedir. Yayla, dağlıq kimi yadına saxla. Yaxşı. Deməli, akkumulasiya dedik ki, ovalıq, dendasiya isə yaylalardır. Gəl baxaq. Burada hardadır bu ovalıqları seç görüm. Məsələn, 5 hansı ovalıqdır? Hamur dəvəti, Götürdük. Aha.
Bax, məsəl üçün, dağlıq ərazilərimiz, məsələn, 2 dağlıqdır. Hı. Bəs. Məsəl üçün, sonra 6 nədir? Qanı Qərçay düzüdür. Hı. Bəs. Mhm. Deməli, Beş. 3, bax, 3-dür, Beş. 5-dir, 6-dır. Bunlar nədir? Akkumulasiya. Akkumulasiyadır. Aysə, Qanı Qərçay düzü, Samur və Çovalığı, bu da Mil düzünün olduğu yerdə. Dendasiya isə dağlıqdır. Bəli, 1, 2, 4. Cavabımız elə A A bəndi. bənd. Elə bir çətin gəldi bu sual sənə. Ya mən asan dedim. Cədvələ əsasən dağ zirvələrinin mütləq hündürlüyünə görə düzgün qruplaşdığı sıra müəyyən edin. Böyük Kirs dedik ki, Qarabağ sıra dağlarının ən hündür zirvəsi idi. Hündürlüyü nə qədər idi? 2725. 2000-lə 3000 arasıdırmı? Bəli. Ay sağ ol, sonra. Qazancöl də hardaydı? Qazancı da O da. Zəngəzur. Ay sağ ol. 3000, 2000-lə 3000 arasıdırmı? 3000-dən Bəli. çoxdur da o. Demək ikini sildin. 2 olan variantlarımızı sildik. Ya variantını işləyək də burada. Sonra Dübrarın ən düz zirvəsi nə qədər idi? 2205 5. metr. Aha. Demək bu ola bilər. 1-3 ola bilər hələ ki. Qaraburqa. O da Bax, 3000-dən 3 çox idi də. var. Aha. Demək onu da çıxırıq. 2, 4-ə çıxdın. 2-ni çıx, 2-ni çıx, 4-ə çıx. Cavabın hazırdır. 1, 3, 6. Aydındır? Var. Sonra gəldik bura 31-ə. Böyük Qafqazın cənub yamacında yerləşən dağ silsilələri. Böyük Qafqazın cənub yamacı deyəndə, Ecun, bax, bu hissələr. Cənub yamacı bax buradır, Böyük Qafqazın. İndi burada yerləşənləri soruşur səndən. Biraz xırdaçılığa girib. Demək ki, bax bunlardan soruşur. Bax bunlar. Məsəl üçün, nə yazıb bura? Yazıb ki, Dizdoni, Əznəbür, Şərqi Göç. Şərqi Göçə bilirsən ki, yoxdur. Bunların adından bir dənə Şərqi Göçəni yəqləşdirsən. Hə? Kiçik Qafqazlarda Şərqi Göçə. Ona görə sən çıxdın. B variantında Qubaq, Qaflan, Qaraquzey. Bax, burada görürsənmi? Qaflan var, Qubaq var. Düzdür? Bəli. Elə uyğun gələn hansıdır? B bəndə. Çünki peşdə sərdə Kiçik Qafqazda da olmaz. Sonra Küküdağ, bilirsən ki, Kiçik Qafqazda olmaz. Bozdağ, Kür Arazlar da Kür Dara çökəkdə də olmaz. Elə bildiklərə çıxsan, əgər bilməsən belə sor, bildiklərə çıxsan tapacaqsın. Cavabımız 31-də B variantı. 32. İntensiv parçalanmış, qırışıq qaymalı nival buzlaq relyef formalarının olduğu silsilələr hansılardır? Nival buzlaq relyef forması necə ərazidə olurdu? E, Hündür ərazilərdə Qar xətti Azərbaycanda nə qədər idi? 900. Aysə, indi sən 3900 metrdən hündür olan əraziləri süzəcəksən. Şah deməm. İşlər Şahdağ saxlayırıq. silsiləsi. Şahdağ silsiləsinin ən düz zirvəsi nə idi? Şahdağ silsiləsinin ən düz zirvəsi. Hə, Şah dağı silsiləsinin vəzifəsi. Demək, Şahdağ silsiləsinin ən düz zirvəsi Qaraxaç deyil. Bəli. O da 3062 metrdir. Alınır. Olmaz. Deməli, elə yan silsiləsini götürəsən, Zəngəzuru götürəsən, bir də Murov dağı. Bunlar Bəli. yaxındır da. Cavabımız 4, 5, 6 var, yoxsa yoxdur? Hə, var. La bəndidir. Provincial düzənliklər adlanır. Bax, hansı düzənliklər idi bu paralel bölünən? Demişdik, düzənliklər iki yerə bölünür. Akkumulyativ düzənliklər, dendasional düzənliklər. Akkumulyativ düzənliklərdən neçə yerə bölünürdü? İki yerə. Polivial, alüvyal. Alüvyal daimi axarlı, AA. Daimi axarlı çaylar idi. Polivial isə müvəqqəti axarlı çayların yaratdığı çöküntülər idi. Və cavabımız nə olacaq? B bəndi. B var. Müvəqqəti axınların gətirdiyi çöküntülərin toplanması yaranan düzənliklər. Bəli, cavabımız B bəndidir. Yəni bunlarda diqqət edin. Kitabda var bunlar. İntensiv parçalanmış qarışıq nival buzlaq relyef formalarının olduğu silsilə. Bunu tap görüm. Murovdağdır. Bəxtiyar Ayson Murovda. Respublikamızın relyef ilə bağlı səhv fikirləri seçin. Yüksək dağlıq ərazilərdə otlaq və biçənək kimi istifadə edilir deyir. Yanlışdır. Aha. Deməli, burada deyir yüksək dağlıq ərazilər otlaq və biçənək kimi istifadə edilir. Düzən ərazilərdə suvarma əkinçiliyi üstündür.
Bu əslində doğrudur da, çünki düzən ərazilərdə suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmiyə əkinçiliyidir. Bəli. Yamaçların meyli artdıqca ərazinin mənimsənməsi də artır, səhvdir. Hmm, Mən demişdim ki, meyillik daha çox nədə olur? Hündür dağlarda. Yəni bəli. meyillik, dağın hündürlüyü artdıqca meyillik də artır. Hündür dağda da necə mənimsənmə olsun? O da nəyə mənimsəyəcəklər ki? Bəli. Demək, elə burada doğru olmayan cavabımız hansı olacaq 35-də? D Cavab. variantı. Bəli. Dağlıq relyef təsərrüfat işlərini çətinləşdirir. Düzdür. Əksər dağ silsilələrinin hündürlüyü şimal-qərbdən cənub-şərqə doğru tədricən azalır. Bu da düzdür. 36-ya baxaq. Kiçik Qafqaza aid olmayan dağ silsilələri. Seç görün burada. Evet. Məsələn, Ləngəviz aiddir. Bence biz bəli. Yox, Ləngəviz görmürsən? Burada gözü qabağında Ləngəviz, Niyaldağ, Böyük Qafqaz aiddir. Qovdaq da elə üçü bir yerdədir. Görsən burada xəritədə. Olmaz. Düzdür. Bəli. Sonra gəl bildiklərimi çıx. Məsələn, aid olmayandır. Elə canımız adı da elə. Bəli. Yolda Gəldik. Hə, Niyaldağ, Qovdaq, bir də Ləngəviz. 30 neçədə? 7-də. Pozulmuşdur deyir. Görsən burada Qarabağ silsiləsinin ən zirvəsi Böyük Kirs dağı verib, düzdür də, hündürlüyü də düz verir. Murovdağın ən zirvəsi Qamış dağıdır, hündürlüyünü də düz verib. Hələ ki səhv yoxdur. Niyal dağın ən hündür zirvəsi Dübrar verib. Niyal dağın ən hündür zirvəsi Dübrar idi, yoxsa Dübrar haranın ən hündür zirvəsi idi? İbrar Qarabağın idi. Baş Qafqaz Baş. silsiləsində deyildi. Bəli. Cavabımız nə olacaq 37-də? D C variantı. variantı. Bəli. Baş Qafqaz silsiləsi Dübrar. Hündürlüyü doğru verilib. Amma digərləri səhvdir. Bir də başqa qalanda düzdür. 38. Kiçik Qafqazda yerləşən dağ zirvələri mütləq hündürlüyün artma sırasını müəyyən edin. Artma sırası deyirsə, Azdan çoxa. ay sağ ol. Azdan çoxa tap görək indi burada. Məsələn, Qamış dağ bilsən ki, hündürdür. Ona görə çıxırsan. E, D variantı məlumat. Demək, 38-ə deyirsən ki, D variant. Qamış dağ əslində düz ola bilər. Gəlib baxaq ondan sonra. Məsələn, Qazangöl dağ, bax burada ən hündürü olan əslində Kiçik Qafqazda qapıcıqdır, daha sonra Qazangöl dağıdır. Məsələn, burada A bəndinə görə səhvdir. Birinci Qazangöl dağı ola bilməz. Çünki Kiçik Qafqazın ən zirvəsi Qazangöl dağıdır. Sonra Küşü dağa baxırsan, Kəpəz biçənək aşırımı yazıb. Deməli, Küşü dağda bilirsən ki, hündürdür də. Küşü dağ nə qədər idi? 3. Küçük min 120. Aysel. Kərpəzdəki 3066-dır. Bu da pozulub. Bəli. Çünki bu böyükdür. C variantına baxsın. Camışdağ 3724 metr. Qazangöl dağdakı 3829, Qapıcıqdakı 3904 metr. Yəni C variantı düz deyil. Bəli. Burada yəni yadında saxla. Kiçik Qafqazda ən zirvə Qapıcıqdır, daha sonra Qazangöl dağ, daha sonra Camışdağ. 39. Hündürlüyü 4000 metrdən çox olan zirvələri müəyyən edin. Seç görək hansının hündürlüyü 4000 metrdən çoxdur? Şahdağ, Bazarcı, Tufan dağ. Ayşə, uşaq bunu göz yaddaşından əzbərləmisən. Bəli. Cavabımız 39-da. D variantı. Yəni. Sürüşmənin daha intensiv getdiyi ərazilər. Hansı ərazi olacaq? Böyük Qafqazın orta və yüksək dağı. Əhsən, düzdür. Azərbaycanda yüksək dağlıq sahələrdə rast gələn akkumulyativ relyef formalarını seçin. Akkumulyativ nə demək idi? Kumulativ Yaradıcı idi də. Dağıdıcı yox. Dendasiya nədir? D, dağıdıcı. Akkumulasiya yaradıcı. Məsələn, uçqun nədir? Dağıdıcı deyil uçqunlar. Hı? bəli. Uçqun gəlir, neynir? Dağıdır da. Yoxsa düzəldir? Nə deyir burada? Deyir, Azərbaycan yüksək dağlıq sahələrə rast gələn akkumulyativ relyef formalarını seçin. Demək, burada nə edəcəyik? Gəl diqqətli olaq. Yüksək dağlıqda olsun. Məsəl üçün. Deltalar çaylara aiddir. Düzdür. Gətirmə konusları çaylara aiddir. Bəli. Yüksək dağlıq sahələrdə də belə deyim də, delta olmaz axı. Delta düzən çaylarda deyildi, çayların yaratdığı qollar. Bəli. Mhm. Lava örtükləri bəs nə idi? Lava örtükləri dağlıq ərazilərdə olur. Lava şeydə vulkan püskürməsi nəticəsində yaranır da, düzdür? Bəli. Aha.
İndi nə edəcəyik burada? Demək, Azərbaycan yüksək dağlıq sahələrində yadda saxlamalısan. Nələr ola bilər? Uçqun ola bilər yüksək dağlıqda. Bir, morenlər, buzlağın yaratdığı relyef formaları ola bilər. Axı yüksək dağlıqda olaraq morenlər. Bir də ki, lava örtüklərini qeyd edə bilərik. Burada demək, biz nəyə qeyd edəcəyik? Deyəcəyik ki, nələr olmaz? Uçqunlar, morenlər, Mhm. Yəni uçqunlar, yəni burada yamaçların dik olması, cazibə qüvvəsinin təsiri ilə suxurların kütlələrin sürüşməsi nəticəsində uçqunlar yaranır. bəli. Morellər isə buzlaqların hərəkəti zamanı gətirdiyi, topladığı suxur qırıntılarından əmələ gəlir. Azərbaycanda da əsasən Böyük Qafqazın yüksək zirvələrində var. Lava örtüklərdə vulkan püskürməsi nəticəsində maye halında çıxan lavanın soyuyaraq geniş sahənin örtməsi ilə yaranır. Bu da Kiçik Qafqazda, xüsusilə də Qarabağ vulkanik ərazisində geniş yayılıb. Demək, bunlarda gətirmə konuslarda, deltalarda, sazılar isə əsasən dağətəyi, ovalıq sahələrində çayın fəaliyyəti nəticəsində yaranan relyef formalarıdır. Yaxşı. 2, 3, 5 olmaz. Cavabımız 1, 4, 6'dır. Sonra gələk 42-yə baxaq görə Yergün. Qarabağ yaylasında olan sönmüş vulkanlar Azərbaycanın ümumiyyətlə hamısı vulkanlar sönmüşdü də, düzdürmü? böyük işıqlıdır. Qızılboğaz, Aha, Gəlinqan 2, 5, bir də 6 düzdür. Sonra 43-ə baxaq. Deyə cədvələsinə Kiçik Qafqaz dağlarının silsilərinə uyğun gələn zirvələri müəyyən edin. Qarabağ silsiləsinin ən zirvəsi haraydı? Böyük. Böyük Kirs. İndi burada Qarabağ vulkanik silsiləsi deyil, gəl ona baxarıq. Gəl aşağıdan baxaq. Şahdağ silsiləsinin zirvəsi. Şaxta, Qara Arxac, Şahdağ Qara Arxaçanı buradadır. Hə, 4-ə 5. Düzdür. 4-ə 5 elə bu da bu gəlir ki, oğlum. Murovdağda Murovdağdakı Qamışdağ, Camışdağ, Dərəliyəzdə Dərələz, Küküdağ. ay sağ ol. A variantı. 1-ə də 2, 3 böyük səy Qarabağ silsiləsidir. Cavabımız 43-də A bəndi. 44. Kars prosesi nəticəsində əmələ gəlmişdir. Kars prosesi nə idi? Nəyin təsir nəticəsində yaranırdı? Fas prosesi, Nəyin buzlu təsir nəticəsində? Yeraltı suların təsir nəticəsində yaranırdı, yoxsa nələrin? yeraltı sular bəli. Asan yuyulan suxurlar vardı. Yeraltı suların təsir nəticəsində yarananlar var idi. Aha. Deməli, deyəcəksən ki, Kars relyef forması ən çox harda geniş yayılmışdı? Azıq mağarası, Aha, deməli Kars əhəngdaşı dolomit, gips kimi relyef formalarının əriməsi nəticəsində belə bəli. deyim də o suxurlar suda asan yuyulur deyə onların məhv olması nəticəsində Kars prosesi yaranır. Bəli, Azıq mağarası aiddir. Cavabımız C bəndi. Dünyada da ki, məsələn ki, Balkan yarımadasında Kars prosesi daha yüksəkdir. Cənubi Avropada. Aşağıdakı düzənliklərin aid olduğu relyef tiplərini müəyyən edin. Dəniz, akkumulyativ, yassı, parçalanmayan düzənliklər. Abşeron tirəli təpəli düzənliyi, Birə deyirsən ki, hə, burada deyirsən ki, bir gedəcək. Belə deyək bir də, gedə hə, iki, dəniz, akkumulyativ, yassı, parçalanmayan düzənliklər. Sən burada dəniz, akkumulyativ, yassı, parçalanmayan düzənlik. Akkumulyativ deyirsə ovalıq seçməlisən axı. Lənkəran ovalığa Ay, aiddir sağ mənim. ol. Ona görə diqqətli ol. Demək, 3-ə gedəcək 1. Bəli. Akkumulyativ və alüvyal və polivial düzənliklər. Burada da həm ovalıq olsun, amma burada daimi axarlı və müvəqqəti axarlı çaylar olsun. Bu da Qanıqayçay vadisi olmazmı? Qanıqayçay vadisində çay şəbəkələri dedikdə sıx idi. Gətirmə Bəli. konusları zəngin idi. Sonra su buzlaq düzənlikləri hansılarındadır? Buzlaq düzənlikləri, Sular maye düzənliyində olardı, o da yəqin ki. bəli. Aha, abrozyon akkumulyativ və abrozyon deflyasiya düzənliyi isə bu da Xəzər sahilində yerləşən Abşeronun tirəli təbəəli düzənliyi aiddirlər. Cavaba A bəndi uyğun gəlir də. Sonra gəldik 46. Ömər aşramı aşağıdakı silsilələrin hansında yerləşir? Ömər aşramı hardadır?
Ömər aşırımı Murovdağ sıra dağlardır. Yəni cavabımız 46-da B bəndi düzdür. Cədvəldə sizin çay özlərinə uyğun gəlməyən relyef formalarını müəyyən edin. Bax, salza. Salza nə idi? Salza Nə zaman olurdu? Vulkan püskürməsi nəticəsində yaranır da salzalar. Düzdür. İndi burada sənsə deyir uyğun gəlməyən. Bir, arpa çayın olduğu yerdə salza olarmı? salza xeyr. E, Sonra gəlir buradan nə? Qoşqarçay, Terikon təpələr. Terikon təpələr bilsənə nədir? Bax, məsəl üçün faydalı qazıntı çıxarmırlar yer səthindən. Faydalı qazıntını çıxarırlar. Lazım olanları götürürlər. Lazım olmayanları da ki, tulluyurlar bir tərəfə. Axırda bu tullantılar çevrilir nəyə? Bir təpiyə. Bu, yəni zibillikdən, atılmadan yanan təpələr də terikon təpələrdir. Qoşqarça da bilsən ki, ən çox çirklənmiş çaylarımızdan biridir. Yəni o da terikon, yəni təpələrin yaranması üçün əlverişli şərait var orada. Deməli biz burada ikini götürməyəcəyik. Mhm. Sonra Türyançay. Türyançay deyir Bentland. Bentland bilsənə nə deməkdir? Quraq ərazi. Türyançay quraq ərazidə yerləşir. Onu soruşur səndən. Xeyr. Hə. Doğrudur da bu Türyançay Bentland tipli eroziya ərazidə geniş yayılıb. Türyançayın olduğu yerdə. Sonra Lənkərançay şılanq konusu. Şılanq konusu da ki bilirsən ki vulkan relyef formasıdır və Lənkərançayda şılanq konusu olmaz. Yəni orada yoxdur da. Lənkərançayda gətirmə konusu ola bilər. Yəni ki gətirmə konusu e, necə olur gətirmə konusu? Əsasən dağ çaylarının düzən çaylarına çökdürülməsi nəticəsində yaranır da. Köndələçayda sirklərdəki karlar, sirklər buzlağın yaratdığı relyef forması idi. Bu da olmaz. Demək ki 47-də aid olmayan deyirsə 1-dir, 4-dür, 6-dır. 1, 4, 6. Yəni aydın oldu da sənə burada. Bəli. Gəldik 48-ə. Zəngəzur sıra dağlarına aiddir. Seç görək hansılar Zəngəzur sıra dağlarına aid olanlar? Qazangöl dağı aiddir. Düzdür. Ondan sonra Fəthi dağ aid deyil də. Aha. Şərqgöz. 1-lə 4 aid deyil. Qazangöl dağ. Bir aiddir mənim. Bir də 1 ilə 4 aid. Biçənə çaşırımı. Düzdür. Bəli. 49. Böyük Qafqazın Azərbaycan ərazisində hansı zirvədən başlayır? Demişdik Azərbaycanın hardan başlayırdı? B variantı Tenabrosu. Sinovrosu, ay sağ ol. Xəritə sxemə əsasən bentlərin daha geniş yayıldığı ərazidən mən edin. Quraq ərazilərimizi seç görün burada. 6-dır. Ondan sonra 4-dür. Hı hı. 4, 1, 4, 6 demək istəyirsən. Bu da Abşerondur. Abşeron qopsun ərazisi. 5. 1, 4, 6. Sonra gəldik 51. Hansı düzənliyin sahəsi daha böyükdür səncə? Hansı? Buna aid işləmişdik dimdə də. İrman yedəmir. Ay sağ ol. 52. Şəkildə təsvir edilmiş təbiət hadisəsinin daha çox müşahidə olduğu ərazi. Hansı təbiət hadisəsi? Dağda sürüşmə Sürüşmədir. Sürüşmədə hansı ərazidə olur daha çox? Dağlıq. Dağlıq ərazimizdə hansıdır burada? yan silsilə. Ay sağ ol. 53. Mütləq hündürlüyü 1500 metrdən az olan dağ silsilələri. Dağ silsilələri Brovar aid deyil dəmir. Demək burada elə Brovarla Ləngəbizdə 1500 metrdən aşağıdır bunlar. Bəli. Yadında saxla. Brovarla Ləngəbiz silsiləsi 1500 metrdən aşağıda yerləşirlər. Sonra hansı düzənliklər Küraraz çaylarının sahilində yerləşir? Bunu tap görək. Asan. Milmuğan Ay sol. 54-ə cavabımız A bəndi. 55. Kür çayının sağ sahilində yerləşən düzənliklərdən deyil. düzənlik Gəncə Qazax. Aşağısında. Demə aşağısında yerləşənlərdən deyil. Bu Şirvan olar da. Bu solunda yerləşir axı Şirvan. Bəli, Demək 55-də cavabımız D variantı. Niyə? Burada Gəncə Qazax düzü burada deyil. Bax burada. bəli. Sağına düşür də aşağısındadır. Araz çayının hansı düzə arasında sərhəd təşkil edir? Bu da asandır. Hansının arasına girib Araz çayı? Nəyin arasına girib burada?
Millə Ra- Muğan Ram arasında gedir. Aysa B. cavabımız nə olacaq? B B. variantı. Sonra gəldik 58-ə. Xəritə sıxılmasından Ceyran çölü müəyyən edin. Hansıdır Ceyran çölümüz? 2. Yox. Ora 1. düzdür. Elə bildim ki, səhvdir. Ceyran çöldür, bəli. Acınor hansıdır? Acınahor 3-də. 3-dür. Bir də ki, Gəncə Gəncə Qazax. Qazax düzü, daha sol. 58-ə cavabımız B bəndi. 59. Azərbaycanda qonşu ölkələr arasında sərhəd təşkil edən dağ silsilələri müvafiq olaraq müəyyən edin. Aha. Sudur hansındaydı? Rusiya. Şəyi Göyçə, Ermənistan. Talış. Talışdakı İran. 59 cavabımız A bəndi. 60. Novrossa zirvəsi hansı inzibati rayonun qonşu ölkə ilə sərhədində yerləşir? Buradaydı. Balkan. Novrossa, hə, bax buradan gəlirdi, de buradan. Rusiya ərazisinin ölkəmizə daxil olurdu. Deməli, cavabımız 60-dan olacaq. C bəndi Balakən. Naxçıvanın arazboyu düzənliklərini müəyyən edin. Şərur düzü. Bir də Gülüstan. Şərur, Gülüstan 1, 3. Cavabımız C bəndi düzdür. Əhsən. 62. Xəritə sxeması əsasən yaşma. Yaşma düzü hansıdır? Yaşma düzü 6-da mən. Yazı yaylası Şuşadaydı. Bəli, 2. 2. Qarayazıdakı Akstafada. 6, 2, 3. Akstafada bura. Hə. 6, 2, 4. 4. Bəli. 6, 2, 4. 6, 2, 4. Cavabımız Evendi. Talış dağlarına aid olan silsilələr. Bura vardı. Bir də Peştəsər 3, 4. 3, 4. Cavabımız C bəndi. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Azərbaycan ərazisində Kiçik Qafqaz tektonik qalxmasının ən hündür zirvəsi Qapıcıqdır. Qapıcıqdır. Düzdür mən. Düzdür. Demək A düzdür. Respublikamızda mineral bulaqlar daha çox tektonik qırılmalar sahələndir. Rast gəlinir. Bu da düzdür. Düzdür. Ay sağ ol. Böyük Qafqaz dağlarına dendasiya prosesi intensivdir. Düzdür. Demişdim ki, dendasiya Düzdür. sən dağlıqdadır. D. Amma Doğru yanlış. qaldı. Nə verib? Yanlış. Elə cavabımız nədir? C B və. variantı. Sonra gəldik bura baxaq. Gör nə deyir? Cədvəldəki uyğunluğu müəyyən edin. Bazardüzü zirvəsinin hündürlüyünə görə Azərbaycan yalnız Zəfər zirvəsindən geri qalır. Birinci Bazardüzüdür, sonra Zəfərdir də bizdə hündür. Bəli. A elə düzdür. Cavabımız səhv oxuduq. Dedik Bazardüzü zirvəsi hündürlüyünə görə Azərbaycanda yalnız Zəfər zirvəsindən geri Geri. qalır. Yox, geri qalır deyir. Zəfərdən deyir geri qalır. Yox. Bazardüzündən sonra Zəfər gəlir. Olmaz. Doğru da verilə qabanın olmaz. Azərbaycan həndir palçıq vulkanı torağaydır. 400-405 metr olur. Doğru da verilib, doğrudur. Cavabımız elə B B variantı. variantı. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən daha çox parçalanmışdır. Səhvdir də. Çünki Böyük Bəli. Qafqaz dağları daha hündür deyə daha çox parçalanıb. Bu nə olacaq? Yanlış. Tamam. Ay sağ ol. Sonra gəlib bura nə deyir? Küraraz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edir və qərbdən şərqə doğru tədricən genişlənir. Bax, qərb budur, qərb. Deyir, qərbdən şərqə doğru tədricən genişlənir. Doğrudur da, genişlənir. Bax, qərbdən şərqə doğru genişlənir. Daha çox şərqə gedir, basır get-gedə. Baba dağın cənub-şərqinə doğru Baş Qafqaz silsiləsi tədricən alçalır, yamaçlar hamarlanır. Düzdür. Dedim axı Baba dağdan sonra get-gedə dağların hündürlüyü azalır da. Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində Mezozoy təbaşir. Yox, yüksək dağlıqda Mezozoyun Yuraydı. Orta dağlıqda isə nə demişdik? Təbaşir. Başır. Bəli. Bəli, yanlış, doğru, doğru, yanlış. Elə E bəndə uyğun gəlir. İndi nə edirsən? Bizim vaxtımız bitir. Qalanında yaz indi.